Hər vaxtınız xeyir dostlar, hamını salamlayıram. Bugünkü növbəti kompüter bilikləri dərsimizdə kompüterə yüklənən sənədlər, fayllar, şəkillər hara düşür, ona baxaq. Məsələn, maillə başlayaq. Dostlarımız iş yerindən hər hansı bir sənəd göndəriblər. Bu mesajı taparaq daxil oluruq mesaja. Bir görüntü gəlir. Bu mənim öz sənədimdir. Sizdə başqa bir şəkil ola bilər. Sağda yuxarıda yükləmə tuşu var. Məndə skaket yazılıb, sizdə download yazıla bilər. Buraya tıklayaraq belə bir görüntü gəldi. Yəni ki, kompüterə yükləndi. Həmin sənəd kompüterə yükləndi. Əsas səhifəyə çıxırıq. Этот kompüter var. Burada belə bir kompüter şəklidir. My Computer yazıla bilər. Buraya da daxil olarkən solda aşağıda Zagruski papkası var. Buraya da daxil olarkən burada son yüklədiyiniz PDF faylları görə bilərsiniz. Və yaxud da şəkil də ola bilər, başqa bir tətbiq də ola bilər, fərq etmir. Hər hansı bir yüklədiyiniz obyektləri bu qovluqlarda tapa bilərsiniz. Təşəkkür edirəm videomu izlədiyiniz üçün. Kanalımıza abunə olmayı unutmayın. Gələn görüşlərə sağ olun.